Pensiya yaşının artırılmasının səbəbi nə ilə əlaqədardır? İlk növbədə Azərbaycanda pensiya yaşının artırılması əmək pensiyaları haqqında qanunun təkmilləşdirilməsi, pensiya ödənilməsinin sığorta sisteminin sağlamlaşdırılması və hər kəsin öz əmək fəaliyyəti dövründə daha çox sığorta kapitalı toplamasına yönələn bir addımdır. Və həm də dünya təcrübəsinin öyrənilməsi son vaxtlarda dünyanın bir çox ölkələrində, o cümlədən bizim aid olduğumuz MDB məkanında pensiya yaşının qaldırılması ilə bağlı məsələlər müzakirə olunur və bir çox dövlətlər artıq pensiya yaşını həm kişilərdə, həm qadınlarda qaldırıblar. Azərbaycanda pensiya yaşı 1997-ci ildə 2 yaş qaldırıldı və qadınların pensiya yaşı 55-ə, 57-yə, kişilərinkisi 62-yə çatdırıldı. Təzə dəyişikliklərdən sonra isə 2 il ərzində kişilərin yaşı 63-ə, 6 il ərzində qadınların pensiya yaşı 60-a qaldırılacaqdır və bunlar hamısı pensiya sisteminin sağlamlaşdırılmasına xidmət edən addımlardır.